deməli burada bufetdə oturmuşuz. Suallara son hazırlaşdıq. Bunlar dəqiq hazırlaşdığı şübhəlidir. Midterm hazırsınız uşaqlar? Yox. Hazırsan? Aysu hazırsan sen? Yox, midterm hazırsan. Yox, mən yox. Bu deyir 30 gətirəcək, buna inanmıram. 30-a aşağı düşərsən, sən də öldürəcəm. Mən neyim? Sən Birazdan hazır olacağam. Hə, biraz hazır. Hələ indi hazır olacaq. Uşaqlar saat 15:40-dadır, saat 12-dir. Yazacaqsa böyük ehtimallar mən də 30 yazacağım. Çünki mən də onlardan çalışacağım. Bəli. İstəyirəm ki, o biz 20-ni zalı gözləyirik. Uşaqlar, mən bilmirəm, yəni imtahanda görəcəm hazır olub olmadığımı. İmtahanda görəcəm. Bəli, burada oxuyuram hələ də. Görsünüz, bunlar oxumurlar, mən oxuyan uşağımı oxuyuram. Yəni belə. Nə? Hər kəsə, Aysu başa da bilməyəcəm. 5-ci kursdan onlayn dərs versən. Belə eləyir. 5-ci gün alınır bir də sizə necə alınır? Nəysə, biz dəhşət hazırıq. Salam. Ben sonunda Zema video çəkdim. Mənim kanalımda da şey dedi ki, Zema video çəkdim. Mənim özümə də çox yazıqlar. Hər kəsə salam, YouTube kanalıma xoş gəlmisiniz. Bu full midterm aydı bu arada. Full aprelin axırına qədər bunu davam elətdirəcəm. Bir ay aprelin axırı işləyəcəm bu videonu böyük ehtimal. Və midterm aylarımı çəkirəm. 4 dənə midterm veririk, 5 dənə. Ayda siz 5 dənə verirsiniz. Hə, 5 dənə midterm veririk, 5 dənəsini çəkəcəyik. Belə. Uşaqlar, necə olmuşam? Gedirik yemək. Çünki imtahan saat 15:40-dadır, acından ürəyim gedəcək. Bir də ortaq məkanda tapa bilmədik yeyə biləcəyimiz. Bəlkə ünlü bir restoran tapar. Uşaqlar, yedi içdik, nəsə imtahan yalan oldu. Gezdik, yedik. Bunlar gedirlər qabağına. Oyda, gözələ bax, Gəlirik, Targovdan şuraya sonra. Uşaqlar çıxdı imtahanına, 28-də, 30-da da 28. Hə, görə deyərdi ya. Mən 10 dəqiqə Varan mı yazırlar? 30'dadılar, 30 yazırlar. 10 10 dəqiqə olmadı, 21 idi, 21 idi, 9 dəqiqə. Düzdür. Biz bir dəqiqə gec başlamışıq. Hə, o da düzdür. Nəysə, birinci midterm yola verdi uşaqlar, tarix midterm qutardı. İndi digərlər, son 4. Yürək dağılır uşaqlar. İkinci midtermimizə gelirik. Karyera planlamasına. Bəxtimə kitabxananı havalandırmaya buraxdılar. Nəysə, havalandırdılar, dedilər ki, çıxın da, yəni. Mən yoldan qayıtdım və burada oturmuşam. Şəhidlərin özbəyiz. Oturum, biraz oxuyum. Biraz, bu qədər. Heç oxumamışam, bir dəqiqə. Çox yox ha, biraz, bu qədər. Nəysə, başlayıram. Gözümü kitabxanada seçim video çəkəcəkdim, belə oxuyuram falan. Qoymadılar da, yəni qoymadılar. Konkret olaraq mənə oxumaya evrən qoymur. Ay Allah, bu nədir? Kamera deyil, elə bir ki, üstündən tur keçib. Yox, buranın işığı problemi. Uşaqlar, midtermə son saatlar qalır. Bu Əfsanə xanım yeməklə doymayan, yalamayla heç doymaz akımını edir bizə. Oxuyar. Mən oxudum, gördünüz yəni, oxudum. Elə axırı, ilk və son oxum. Sən də belə paylaşır mıyım? Belə. Pijamalarım nasıl? Bunu görürəm. Pijamalarla gəldim. Zabit elə pijama deyil bu arada. Dəst, nəysə, hə. Belə. Dəst. Baxın, bura çox bəllidir ki, ilk tələbəsidir. İmtahana az qalmış qolumuza yazılanlar. Uğurlu keçsin deyə kodlar yazır.
mən özümə baxım görüm kamerada. Yox, əlasan. Hazırsan? Başlamısan? Hə. Heç hazır deyiləm. Bütün gecə deməli karyeranı oxumuşam. Çox vacib bir fən imiş kimi, amma alınmadı, yəni bacarmadım. Səhər durdum, elə bil bütün gecəni oxuyan mən deyildim. Halbuki səhər saat 6-da yatmışdım. Təbii o 4-dən 6-ya qədər TikTok Gördüm, ayrı bir şey. Hə. Hə, belə yəni heç hazır deyiləm. Orada xəbərlər gedir uşaqlar. Qala divarlarımızda alıb. O tərəf çəkirəm. Nəysə, orada təmir işləri gedir. Onda çəkirlər. Birazdan mən də xəbərlərə çıxacağam. Mən arxa kameranı çəkməzəm. Bu hazırdır, olsa bundan heç şübhəmiz yoxdur. Saçından Özü hazırdır. Bizi qoymur oxumaya. Deyən siz az yazın, mən çox Gecə yazım mənə deyir. bullying eləyirdi. Hə. Mən başladı ki, oxuma. Oxuma, hamı belə eləyir ki, az yazay biz. Rahat ol. Biz az yazaq, özü çox yazsın deyə deyir. Allah kişərləmirəm belə. Küstü bu. Küsmə. Yaxın gəl, yaxın gəl. Gedirik də Biraz bu. o çıxar. Mən bəxtinizi demirəm. Hə, çəkdim mən. Çəkirəm də. Zemaya videomuzu çəkilmək lazımdır, onu öyrədirəm. Çox ağzımın üstünə qədər sonra. Məndə hazırsa. Məndə partlanacaq. Məndə gecə yatmayıb, dərs oxuyub. Biz də xəstə edilməmişik utanırıq. Xazım cimdə utanırıq. Cimdə dərcik. Az məni çək, mən baxım da, mən baxım. Bunda isə yeriyir. Bəli, bu da məndən deyəcək etdi. İmtahan hazır. Gəl, dalikülər. Mən nəyə baxım bir daha uşaqlara? Məndə şeydir də, ağzında ekmek tutan kandı. Niyə? Başlatmışam, tut. Belə. Üçünü gəz aşağı. Ay su, bayıldım buna. Çox qəşəng. Yaxşı elədin Ayşə. Yaxşı elədin. Ver bura. Yaxşı elədin. Sən də birini də olsa gitsə verim. Çox qəbul olar. Ay da mən niyə bir nəfər də varakni kimi düzəltmir? Mən eşreftim. Şu arkadakiler kim ya? Salam dostlar, mən də gələcəm. Beymir ay qabaq kamera tutuşqa yanda bilmirəm. Neyse. Mən də şansımı denəyirəm böyle yerdi, amma böyle. Kombinim nasıl arkadaşlar? Zema gəlməmişdən əvvəl qrupa yazıb ki, paltarıma pijama deyəni öldürəcəm. Çox maraqla gözlədim ki, görəsən nə geyinim. Pijama oxşuyur Cema. Oxşu. Anam onsuz deyir ki, əminin pijamalarını geyib gəlmişsə, atam nəmsi var, Allah ki bunun qırmızısını geyib ki, sənə çıxır. Ona deyir ki, Çəkirəm səni, pardon, gözlə belə. Göndərəm. Ay sağ ol. deməli, mikrofonumu kəs çıxardaydım. Nəysə, deməli uşaqlar, imtahanımıza sonuna qədər qalıb, saatı deyin. 20 dəqiqə, 30 dəqiqə. Bir yarım saat zad qalıb. Hazırammı? İmtahanda görəcəm hazır olduğumu. Suallara basa bilib, basa bilməyəndə, bilib bilməyəndə biləcəyəm. İnşallah yaxşı verərəm. Çıxanda da danışarıq. Sağ olun, bay bay. Uje imtahana girib. Bu arada imtahanımız bizim 16:10-da idi. Yarım saat o tərəfə atdılar. Təkcə bizim qrupu. Mən də adam oxşamıram. 16:40-da indi. Allah, imtahandan çıxıblar bunlar. Bu sifətinə bax. 29 yazıb deyə bu sifətinə bax. 29 yazmışam. Sifətə bax. 30 yazmışam uşaqlar. 30. 30'da 30. Özüm də şokdayım necə oldu ama oldu. 30. Neçə? Neçə? 28. Yazıb. Mənim həyatım hələ içəridə qalıb. Əfsanə. Ayxan neçə? 28. Bəli, bir imtahanın daha sonuna gəldik. İkinci imtahanımıza da bir tik atırıq və qaldı son 3 imtahanımız. Sağ olun. Neçə yazdınız xanım? Pis. Pisliyi 28'e yazdım. Pisli. 30 yazıyordum. Mən də qəşəng. Tarixdən 28 sevinmişdim. Mən tarixdən 28'e sevindim. Kariyerdən 30'a belə uçdum da, yəni heç gözləmirdim. Amma belə. Mən nəyisə gözmüşəm, nə görəsən? Çox maraqlı oldu. Heç fikrim yox. İmtahan sarayda demişəm. Mənə də maraqlı nəyi düz yazmışam. Kadere de inanmaz. Səs də yoxdur yavrum. Acı verən kalpsizlərdən olmazdı. Uşaqlar, bu arada meteordan çıxmışıq, park tapmışıq. İndi gəzməyə gedirik, özümüzü ödüllendiririk. Aldığımız stipendiya ilə.
Bəli. Oh sevgilim, ben olmasam bile hayat gülsün sana. Günahın boynumda ağlayan bir çift göz bıraktın arkamda. Deməli uşaqlar, bugün Xidyakdan, yəni ingilis dilində mütörümüz var. Sağ olun. Və mənim yaddaşımda olduğu üçün çox çəkə bilməyəcəm. İndi boş hazırlaşırıq. İndi biraz günorta olduğu üçün, dərsimiz bitdiyi üçün gedəcəyik, yemək falan yeyəcəyik. Sonra imtahana girəcəyik və imtahandan çıxışda necə olduğunu danışaram da yəni. İmtahana bir dəqiqə. İmtahana 10 dəqiqə qalıb çox pis gerildim mən. Hazır deyiləm. Görək də neçə gözlüsən yenə eləyək. Heç nə gözləmirəm də yəni. 30-la çıxacaq. Yox. Mənim yoxdur. Hazırsan imtahana? Gəl, hazırsan imtahana? Yox. Ayda, mən də hazır deyiləm. Mən nə hazırsan? Mən, hə. Niyə hazırsan? Leyla hazırsan? Öyrən. Hazır deyiləm. Nəsə çıxdı uşaqlar bu arada, bir sağ olun. Qədək imtihana çıxışda deyəcəm sizə vəziyyət. Bay bay. Bay bay. Uşaqlar imtihandan çıxmışıq. Vəziyyətimiz çox iyrənç. 18 yazdım 20 qapalıda. Leçin. Hə, mən deyirəm, mən Allah dedim orada solları gördüm. Dedim mən oxumamışam deyəsən Robinsonu. Mən Allah 15 saat gələcək dedim bir ara. O kadar şey oldu ki 5 tane zor. Fantastik sup, nə bilim nə. 31 tane chapter okumuşum. Heçsinə. Sadece bir hisseden geldi. Bir tane yuxudan geldi. Yox idi o. Aa yuxu gördüm. Hə, nə deyirdim? Gözlə. Leterdə A1 cümlələri yazmışıq A2-nin imtahanında. A1-a. I am good. Bir çox da değil yani. Ayda, application düşsə daha yaxşı olardı, heyfə. Nəysə, indi bilmirəm, yəni İnşallah 30 neçə balzaq gələr də, yəni ümumilikdə 35-dən yuxarı olar inşallah falan. Yəni tək şeyim budur. Uşaqlar, midtermə az qalıb. Özdə yazılıdır. Heç yazam, kəsdim. Ehtimaldır. Bunlar da testiye zaman. Hamımız da. Bir dənə bizdə hissədə testi. Lanet olsun. Ben maliyeye düşmeliydim. Bu xəbəri niyə bildim axı? Bilmədən mutluydum şəxsən. MF'in cədvəllərinə baxıram. Dedim ki, test imtahanı ehtimal. Dedim ayda. Nominalın adını. Nominal elə bir şeydir ki, heç bir səviyyə fərqi yoxdur. Məsələn, sənin gözün qəhvə idi, bunun gözü yaşıldır. Sizin gözlərinizin heç bir levelə bölmürsünüz. Yoxsa nə bilim, sənin ən sevdiyin kitab, məsələn, soruşurlar 100 nəfərdən ki, ən sevdiyiniz oyunçu hansıdır? Bunda o filan kəsdi, səndə bəhmən kəsdi. O sənin leveli bir ölçmür. Hazırsınız. Adi cavablar eyni leveldə hər şey. Amma Son dəqiqə nə yaladı yutdu. Ordinal bilsən, ordinal level. Məsələn, soruşurlar ki, ondan üstünsən. Ordinalda sırayla. Sən yox, da level var. Məsələn, yaxşı, pis, yəni dəfə sən yaxşısan, bu pissə səndən onun daha üstünsən. Bir fərq var. Bu ki ordinal. Hay Allah heyecanlı. Yox, diskriptlə. Hayır. Suallar var idi, 4 dənə sual. Hə. Amma Deməli uşaqlar imtahanda 10 dəqiqə falan qurtardı. Bəli. Qəşəng keçdi. Yəni suallar rahat idi. Suallar onsuz ümumiyyətlə rahat idi. Ümumiyyətlə bizə quiz falan da olmuşdu, yəni quizdakindən də asandı. Quizdən çox rahat idi. Quizdə müəllimə salsın dibinə qədər salmışdı. Mən biraz həyəcan keçirdim. İndi açıq yazılı imtahanlarda bir tık həyəcan olur. Amma rahat keçdi, tez qurtardı. Bura baxın, hər kəs onu sən çək, mən çəkməyəcəm bu imtahana. Nəysə belə, indi gedəcəyik sushi yeməyə. Özümüzü ödüllendiririk. 3 həftədə sushi yedim. Kameranın qabağında. Uşaqlar, Ayşə çıxmır. Ayşə məncə ehtimal bütün chapterləri yazmaya başlayıb orada. Yəni, nə üçün qalırsan? Ayşə qurtarmış da, yəni nə üçün qalmışsan? Ayşə çıx da, nə üçünə qalmışam mən burada? Arı. Nəysə, arı, yenə arı. İmtahandan çıxdı. Salam. Salam. Ayşını da göstərək. Ayşını bayaqdan izləyicilərim merak edir ki, Ayşə harada qaldı, get çıxdı. Biraz arxanca danışmışıq. İzləyicilərim hardan görür? Kimin arxasında? Mən hiss elədim ki, merak edir. O bizon izləyiciləri idi. Ayşə Dur yazırdı. Ayşə da chapterləri yazmaya başladı. Ama Türkiye çok az görsen. Ben dedim ki ben 8 dəqiqə imtahanı qurtardım. Nerede? Ama uzatmadı qurtardım. Yok ya ağıllı. Ben birinci qaldım. Aha başladılar yenə. Sonra da Hə, nəysəm də, hə, indi sushi yeməyə gedirik. Bu günün də belə qurtardı son. Motoru vuracaqdı.
Son bir imtahanımız qaldı. Soft skills imtahanında görüşmək üzrə. Bay bay. Bəli, yeni bir midterm günündən salamlayıram sizə. Son midtermim. Çox xoşbəxtəm buna görə də. Kombinim şu şəkil. Güzgü çox pis gündədir, lifting güzgüsü. Amma olsun. Belə axırıncısına gedirəm. Çox xoşbəxtəm də, yəni. Düz dərsə gedirəm, prosta ondan sonra midtermdir. Görüşək midterm. İmtahanlar yazılıdır. İmtihana hazırlıq gedir. Abla neyiniyim? Midtermlər vlogu duramda. Özdə yəni ki 3 günə hazırlaşmalıyıq o yazılı imtahanlara. İmtahana son yarım saat qalır. Bufetdə çay içirik. Xəbərlə. Nə var? Mən sualları oxuyacağam. Bəli, gedirik imtahan otağına. Daha doğrusu əşyalarımızı qoymaya. Son midtermimizdə qurtuluyoruz. İmtahan otağının vəziyyətinə baxın. İmtahanı gözləyirik. Ayşın vəziyyəti biraz sifətindən bəllidir, kritikdir. Məşhur. Bir saniyə, xəbərdar 3-cü otaq. Hazırsınız? Açdılar bak. Hazırsan Ramazan. 30. Onda yanında otururum. Hazırsan? 29. Garanti. Niye 30? Sen sağda bak. Uşaqlar 26 yazmışam. 29 yazana bakın. Sen bak çək, hər şeyi çək. 29 yazıb ağlayır 30'dan var. Ben 26 yazmışam. Sevinir bu. Sevinmirəm bu arada. Ben şok oldum. Ben imtihanda şok oldum. Sen 30 gözlüyordum. Ben 28-29. İçine bastı. Bitirdim. Şok oldum. Ben 26 gözləmdim. Necə oldu? Oldu. Neyse işte. Bəli, bir midterm ayında uğurla sona çatdırdım. Nəysə. Bəli, bir midterm ayında uğurla başa çatdırdım. Yəni çatdırdıq daha doğrusu. Bunlar da arkada nəsə edirlər. Nəysə, təşəkkür edirəm videomu izlədiyiniz üçün. Gələcək videolarda görüşmək üzrə. Sağ olun, görüşmək üzrə. Bye bye.